Düzdür, evimizin hovuzu yoxdur. Amma basen üçün, hovuz üçün, bax, yer var orada. Qiyməti endirdik. Yazıca gəlirsə bu evi çəkmişdik 177 minə. Bugünkü gün evin qiyməti 7 mində saldıq aşağı, oldu 170 min manat. Təbii ki, bir balaca da endirim olacaq. Qaz, su, işıq hamısı var. Bu da evimizin sağ tərəfidir. Evimizin sağdan da, soldan da arxasına keçmək olur. Kamera sistemidir. Həyəti, qapısının ağzı. Bax, keramika qranitdir. Özü yaxşısındandır, keyfiyyətlisindən. Buyur. İkincisində hamısı keyfiyyətli materiallardır. Biz indi otaqların birinin aboyu yoxdur, birinin şey yoxdur. Qonaq otağına baxaq. İsitmə sistemi kombidir, İtalyanski radiatorlar, TV stendi. Otağına baxaq. Zamkan eləyir. 2 yataq otağıdır. Hamamla ayaq yolusu. Evimiz hamısı istipoldur. İstipolun kollektorlardır, bax. Kombisi də buradadır, İmirqaz. Bu da yerləşir, digər yataq otağı. 2 yataq otağıdır, bax, əvvəlcədən deyirəm, 2 yataq otağı, bir qonaq otağı və mətbəxi. Bu da mətbəxidir. 170 min ipotekaya gedir, yəni sənədlər qaydasında tam mülkiyyətdir. Bu günə bu qədər, sağ olun, minnətdarım.